Sabit qalmaqla iki eyni müqamətli qızdırıcı element əvvəlcə ardıcıl, sonra paralel birləşdirilir. Eyni zaman müddətlərində ayrılan istilik miqdarları arasında hansı münasibət düzgündür? Baxın, birinci ardıcıl birləşdirilir. Hər birinin də müqamətin qəbul edək R. Onda R1 nəyə bərabər olacaq? 2R-ə. Çünki ardıcıl qoşulanda bilirik ki, müqamətlər toplanır. Sonra isə paralel qoşaq onları. Onda R2 nəyə bərabər olacaq? R bölünsün 2-yə. İndi ayrılan istilik miqdarları məndən soruşur. Onda Q bərabərdir. Burada nə deyir? Gərginlik sabit qaldı. U kvadratı bölünsün R vurulsun T düsturundan istifadə edə bilərəm. Burada eyni zaman müddəti deyir. T'lər eynidir, U'lar da eynidir. Şərtdə deyib ki, gərginlik sabit qalır. Onda Q ilə R tərs asılıdır. Onda yazırıq Q1 bölünsün Q2 nəyə bərabərdir? R2 bölünsün R1-ə. R2 R bölü 2-dir, R1 isə 2R'dir. R ixtisar getdi, nə qaldı? 4-də 1. Onda 4Q1 nəyə bərabər olacaq? Q2-yə. Yəni Q2 4Q1-ə bərabərdir. Və yaxud da belə yazaq, 0,25 yazaq bura. Onda Q1 nəyə bərabər olacaq? 0,25 Q2-yə. Cavab olur A variantı.